Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, istədim çəkəm sizə bu toyuq çıxardan cücələrimi göstərəm. Artıq böyüyüblər və ilk öncə istərdim sizin həm Ramazan, həm Novruz bayramınızı təbrik edəm. Bugün iki bayram bir-birinə qarışıbdır. Hər kəsə uzun ömür, can sağlığı, xoşbəxtlik, nə bilim, süfrənizə bol nemət, ruzi bərəkət arzulayıram və ən əsası insanlıq, bir-birinizə can deyib can eşitməyi arzulayıram. Əgər hər kəsin evində mehribançılıq, insanlıq, nə bilim, xoş sözlər, bir-birinə can deyib can eşitmə olsa, vallahi o insan həyatda hər şeyə nail olacaqdır. Xoşbəxtliyə də, maddiyyata da və arzularına da çatacaqdır. Əsas odur ki, insanlar mehriban olsun, bir-birlərinin boğazından sözləri keçsin. Çünki bəzi insanlar bir-birinin sözünü götürmür, belə deyək, yəni hamıya başqalarının sözü acı gəlir, yəni bəzilərinə də belə deyək ki, acı gəlir. Ona görə insanlıq, əsas odur ki, insan olmaq. Bir-birinizi çox istəmək, sevməyi arzulayıram sizə. İnsan olun, bir-birinizi çox istəyin, sevin. Ailənizin, doğmalarınızın qədrini bilin. Belə bayramınızı təbrik edirəm. Həm Ramazan bayramınızı, həm də Novruz bayramınızı təbrik edirəm. Uzun ömür, can sağlığı və xoşbəxtlik arzulayıram hər kəsə. Deməli, əziz izləyicilər, burada da görürsünüz ki, o toyuğumuzdur. Altında da cücələridir. Yəqin ki, yadınızda da burada çəkib paylaşmışdım. Hətta cücələrin qızıl baxılma qaydasını da belə sizinlə danışıb bölüşmüşdüm. Həmən cücələri çəkib. Deməli, əziz izləyicilər, bu toyuğumuz kürt yatmışdı. Bunun altına 11 minəmi yumurta qoymuşduq. Hardasa çıxartdı, deməli, 7 dənəsini. Yumurta çıxartdı və sonra isə 15-mi 16-mı bir həftəlik, bax görürsünüz, içində var da, serebrisdə var, qarışıqda var. Cücələri aldıq, tökdük, onu da götdü, yəni özünkülər çıxmışdı. 2-3 gün belə ayrı baxdıq ki, şey olsun, özlərinə gəlsinlər. Bax görürsünüz, balaca olan o lütboğazlar, kirpilər, qarazat öz ballardır. Onu da götürdü. Sonra isə o 15-16 dənə də şey almışdıq da, belə deyək. Bax bu sereblislər, içində düzdür rəhlilər də var, 2-3 dənə qırmızı zat. Onları da yaxşı toyuq götdü və baxdı. Deməli, əzizə 7 dənə şey idi, özünkü idi. 15 mi 16 mı almışdım. 90 qəpikdən aldım. Bir həftəlik idi. Qanadı quyruğu çıxmışdı. Onları isə əziz izləyicilər, birimi ikisi deyəsən öldü. Qaldı 15 nəysə, hardasa bir 20-21-dən, dəqiq heç saymamışam valla. 20-21 dənə yəni burada bala var. Özünkülər də, bax bu gördüyünüz serebrislər də. Deməli bunlar hardasa fevralın axırı zat çıxan cücələrdir. Artıq 21 zat günlük, bilməm necə yekəflər yaxşımı, yəni bəlkə içində o serebrislərin ayına yaxınlaşır. Yəni belə. Yəni istədim çəkəm sizinlə paylaşam. Hava isti olanda belə buraxırıq, burada gəzirlər çöldə. Amma o çoxu xoruzlu lütboğazlar demək özündə 3 dənə çıxmışdı. Biri ağ kirpidir, həm lütboğaz, həm kirpidir. Xoruz lütboğaz olan biri göyrəkdir, boz, biri isə qara. İnşallah üçü də xoruzdur. İnşallah xoruzluğa yəqin ki, o qalsa boz rəngi saxlayaram. Nə bilim də, görək də. Bunlarda da içində də yəni belə fərələr var. Ancaq çoxunu xoruzda oxşadıram. Qoy bir müddət keçsin, sonra belə baxıb şey eləyərik. Ondan da əlavə 2 dənə də başqa toyuqlarımız yatıbdır. Yəni belə deyim, 2 dənə qara başı kəkilli toyuqlar yatıb, bir ucu artıq çıxardası 3-4 günü qalıbdır.
İndi bilmirəm onun da altına bəlkə alıb tökdüm. Biri də yatır. İndi o da harasa bir həftə 10 gündür yatır. İndi nə bilim ona da bəlkə aldım, tökdüm. Heç belə ananın altına alıb tökdəndə elə özləri yaxşı baxır. Heç istilik sisteminə zada ehtiyac yoxdur. Belə deyim də çox şey eləməyin də yeri yoxdur. Yəni necə deyim? Çox şey eləməyin də, yəni bax burada indi 20 dənə burdadır. O 2 dənə daha bir harca 7-8 dənə çıxacaq, bir 10-15 dənə də onun altına alıb töksək, yəni 20-20 də olsa 60 dənə düzəlir. Məncə bəsdir. Belə. Qəşəngdir, ot zat yeyirlər, buraxıram gündə, vaxtım olanda da, yəni belə gündə amma bir dəfə buraxıram. Beləcə ot yeyirlər, görürsüz, həm sağlamdılar, qəşəng qıçaları zadı, saralıbdır, ot yeməkdən yığıb da tökürəm. Həm də şeydir, onun adı nə idi? Yəni vitamindir də bu ot. Artıq buğda da hərdən tökürəm, buğdanı da belə o yekələr yeyirdilər. Belə. Çəkib sizinlə o bizlər də çıxanda paylaşacağam. Ördəklərim də çıxırdı. Bir abunəçim valla vaxt eləyib çoxunuza 99%-incə cavab yaza bilmirəm, vaxt olmur. O barədə demək istərdim ki, ördək zat istəyirlər. Valla heç olanda heç kim istəmir, olmayanda hamı istəyir. Düzdür, ördəklərim də bu yaxında çıxarsa, ancaq bir qonşu ördək işinə baxır, ona görə ta ona demişəm, o deyib ki, çıxdıqca maver, yəni onunla belə deyim, müştəri olmuşam. Sözü nəyə gətirmək istəyirəm, yəni heç kim yazmasın ki, satdıq varmı? Ördək olmayacaqdır, məndə satdıq. Çıxdıqca ona şey dedim, yəni 3-4 ördək yatıbdır, çıxdıqca ona. Yəni heç bir dənə yox, belə para da satdıq, ördəyim olmayacaqdır. Belə. Görürsüz, otluqda necə gözəl gəzirlər. Burada bax, lütboğaz var, ağ kirpi. Bir dənə də o ayrı ağ kirpi var, o da xoruzdur. Kirpilər nəsə xoruz oldu. Belə. Bu da serebrislər də qəşəngdir. İçində çoxu amma serebrislərin fərədir. Çoxu deyəndə yenə 6-7 dənədir serebris. 3-ünün 4-üm yox. Fəriyə oxşadır, amma bu xoruzlar da var. Belə. Heç nə izləyicilər, yenə də bayramınızı təbrik edirəm. Həm Ramazan, həm Novruz bayramınızı təbrik edirəm. Uzun ömür, can sağlığı arzulayıram. Xoşbəxtlik arzulayıram. Cücələrimin də çıxdıqca çəkib sizə göstərəcəyəm və yeni məlumatlar sizə verəcəyəm. Sizlərə yerlərində yazın, nələr haqqında videolar çəkim, hansı xəstəlikləri haqqında. Belə, sağ olun, salamat qalın və gələn videolarda görüşərik. Sağ olun.